Bakıxanov Rezidensidən mənzil axtaran izləyicilərimiz, bu videonu sonadək izləyin. Sizin üçün Bakıxanov Rezidensin ən premium binası olan Kapital Bankın binasında. Aygün Multicarət Mərkəzinin yanında, mərkəzi yolun üstündə gözəl bir dənə mənzili satışa çıxartmışıq. Mənzil 2 otaqdan 3 otağa düzəlib. Dostlar, bura mənzilin zalıdır. Mərtəbəsi də çox gözəldir. 12 mərtəbəli binanın 3-cü mərtəbəsi. Onu da qeyd edim ki, dəyərli izləyicilərim, evdə gördüyünüz bütün əşyalar, yəni videoda nə görürsünüzsə, ev sahibi satış zamanı bütün əşyaları saxlayacaq. Yəni satış zamanı bütün əşyalar evdə qalacaq. Bura zal, dəyərli izləyicilərim. Burada heyvan hissəsi olub, açılıb, qatılıb, haradasa 24-25 kvadrat zalın ölçüləridir. Təmiri görürsünüz də dostlar, xüsusi bir dənə təmirdir. Bütün ev isti polla təmin olunur. Evin girişindən bütün otaqlar. Yəni qapıdan giriş, bir dənə operatorumuz göstərirsiniz əlbəttəmiz. Bura mənzilin qapıdan giriş hissəsi. Elə girişdə gördüyünüz kimi kondisioneridir, güzgülü dolabıdır. İndi dostlar, sizin üçün digər otaqları təqdim edəcəm. Burada gözəl bir dənə böyük, haradasa zal qədər 20-25 kvadrat metr ölçüləri olan belə yataq otağımız var, dəyərli izləyicilərimiz. Burada da heyvan hissəsi olub, açılıb, qatılıb. Görürsünüz nə böyükdür dostlar. 25 kvadrata yaxın ölçüləri var. Dolabıdır, kravatıdır. Hamısı qalacaq. Evin hündürlüyü, tavan hündürlüyü 3 metrədir, dəyərli izləyicilərimiz. Burada hamısı isti polla təmin olunur. Yəni radiatora ehtiyac yoxdur. Ev isti polla təmin olunur. Əşyalar dostlar, yeni vəziyyətlərdə, yəni çox az istifadə olunur. Evdə demək olar ki, yaşayış olmuyor təmirdən sonra. Koridor hissəmizdə belə bir sanuzel, sanitar qovşağımız var. Yüksək səviyyədə gördüyünüz kimi aksesuarlar hamısı quraşdırılır. Hazır vəziyyətdə olan bir mənzil alıb, köçüb yaşamaq mümkündür. Çox zövqlə təmir işləri görülür, dəyərli izləyicilər. Mənzil 3 otağa düzəlib. İndi sizin üçün uşaq yataq otağını təqdim edəcəm. Yəni operatorumuz göstərsin. Yəni uşaq yataq otağına aid olan əşyalar hamısı yerləşir. Dolabıdır, 2 ədəd kravatdır. Gördüyünüz kimi ev sahibi belə bir uşaq otağı düzəldib. Əşyalar hamısı yerləşir. İndi dəyərli izləyicilərim, mətbəxini sizin üçün təqdim edəcəm. Eyvan hissəsi, mənzilin baxışı məhəlləyədir. Yəni sakitdir, yola baxmır. İsə dostlar, mənzilimizin mətbəx hissəsini sizin üçün təqdim edirik. Mətbəxdə gördüyünüz kimi mətbəx mebelidir, soyuducusudur, paltarlayan maşındır. Yəni bütün əşyalar mövcuddur, stoludur, stuludur. Yəni tam əşyalı bir mənzildir dostlar. Mətbəxdən ölçüləri haradasa olar da bir 17-18 kvadrat belə geniş ölçülərə sahib bir mətbəximiz var. Mətbəxin daxilindən heyvan hissəmizə çıxışımız var. Yəni göstərək. Mərtəbə də güclü dostlar. 12 mərtəbəli binanın 3-cü mərtəbəsi. Yəni həyətində zəhmət onsuz göstərək. Baxışı məhəlləsinədir. Məhəlləsi də gördüyünüz kimi geniş. Uşaqların oynamaq üçün hər bir şərait yaradılır. Dostlar, mənzilin qiyməti ilə bağlı sizə məlumat vermək istəyirəm. Qiymət indiki bazar üçün çox münasibdir. 83 kvadrat, kupça, texpasport, bütün sənədləri var. Mənzil ipotekaya da yarayır. Aygün Multicarət Mərkəzinin yanı, marşrut xətti şəhərin bir çox istiqamətlərinə işləyən marşrut xəttlərlə binanın düz qarşısından keçir. Onu da qeyd edim ki, dəyərli izləyicilərim, mənzilə məxsus əlavə qaraj da var. Kim istəsə onu da üstündə almaq, əlavə ödəniş edib almaq mümkündür. Yəni ona ev sahibi ilə danışmaq olar. Dostlar, mənzilin qiyməti real, yəni alıcı üçün 250 min manatla təklif olunur. Ev sahibi ilə qiymətdə razılaşmaq mümkündür. Gördüyünüz kimi tam əşyalı vəziyyətdədir. Alan adam istəsə kirayə də verər, istəsə yaşaya da bilər. Dediyim kimi tam əşyalı, tam təmirli bir mənzili sizin üçün təqdim etdik. Allah xeyir versin dostlar. Mənzillə bağlı nə sualınız olsa, nömrəm səhifədə var. Buyurub əlaqə saxlaya bilərsiniz. Çox sağ olun, var olun.